Kanalımın dəyərli, gözəl xanımları, necəsiz? Yeni bir vloquma hamınız xoş gəlmisiniz. Mən sizin üçün yeni bir vloq başlatdım. Bu vloqumu da mamamgildən başlatmışam və burada əslində bacımın ad günü idi. Biz normalda hər il bu gün bacımın ad gününə gedirik Xırdalana. Amma bu il bacım 30 yaşı olur deyə bilmirəm depressiyaya girib yoxsa nədəndir, amma ad gününü keçirmək istəmədi. Buna görə də onlar şəhərə çıxmışlar, getdilər, ad gününü qeyd elədilər öz ailələri ilə birlikdə və biz də yığışdıq mamamgilə. Bacım üçün də belə bir gül buketi hazırlatdım və əvvəlcədən gətirmişdim. Düzdür, xoş bir şəkildə sürpriz eləyəcəkdim, amma Alina sağ olsun bişməcə olduğuna görə mənim gözümdən gətirdi bir. O sürpriz hissəsini qaçırdıq və hazırlıqsız yaxalandıq. Bundan sonra da belə bir tort almışlar. Tortla da sadə bir formada ad gününü qeyd elədik. Bu illik belə oldu. Əslində hər il normalda bacım ad gününü qeyd eləyir və evində bizi dəvət eləyir. Biz də gedirik ad günü təbrikinə. Amma bu il belə oldu. Belə pis keçmədi, maraqlı oldu və birlikdə dedik, güldük, əyləndik. Xoş bir şəkildə ad günümüzü keçirdik. Bundan sonra gəlirəm evə. Keçən vloqumu izləyənlər bilər ki, mən güya vlog çəkirdim. Paltarları sərərkən dedim ki, fərqli bir kadr çəkmiş olum, amma o da alınmamışdı yağış yağdığına görə. Buna görə də dedim ki, yox, bu dəfə heç olmasa çəkim. Burada da köynəyim var, fikir verməyin. Bu köynəyi çox ucuz qiymət almışam, deyəsən 5 manata ya da 3 manata və materialı belə qəribədir. Düzdür, mən ütüləmirəm, çünki ütüləməyə ehtiyac yoxdur. Gün ərzində neçə dəfə paltar dəyişirəm. Buna görə də məni bəzən qara formada, bəzən belə ağ kofta ilə görsəz təəccüblənməyin. Alina ilə elə yaxşı da dözürəm. Deməli, günortaya, daha doğrusu axşama lobya bişirəcəyik. Ona görə də dedim, lobyaları doğrayım. Əvvəlcə təmizlənməlidir. Ondan sonra doğrayacağım. Bir də buna əlavə turşu hazırlayırıq. Yəni qaynanam hazırlayacaq. Onları da hardadır? Buradadır. Bəzi şeylərini mən yumuşam, ora qoymuşam hazır. İndi bu xiyarları da yuyub onlara əlavə edəcəm və bunlardan dadlı bir turşu hazırlayacaq. Və qızlar, yadınıza gəlirsə biz divarları bitirmişdik. Üstündən bir də təkcə ağartmaq qalmışdı. Amma bir şey deyim ki, bizim ustamız gəldi. Usta dediyim, yəni tanış adamdır. Onsuz da başqa iş üçün hamamımızın qapısını düzəltmək üçün gəlirdi və dedi ki, buradakı əyrilikləri mən gəlmişkən düzəldim və bu formada düzəltdi. Biz ona görə də bu həftə heç nə edə bilmədik. Buranı saxladıq gələn həftəyə və 2 pəncərəni də hər yeri düzəldib. Bir dənə qalıb buranı ağartmaq. Sadəcə bu. Yəni dedim siz, çünki mən izləyənlər demişdim ki, keçən vlogda artıq bu həftə buranı ağartmalıydıq. Sadəcə edə bilmədik. Buna görə də elə istədim ki, sizə səbəbini demiş olum bunun. Yəni gələn həftə edəcək buranı. Başladım lobyalarımı təmizləməyə və bunları doğramağa. Əslində lobyaları heç sevmədim, çünki içi elə bir qurutduydu, yoxsa belə qəribə bir formada deşilmişdi içləri. Mən də o artıq hissələrini kəsdim, atdım. Yaxşı, sağlam hissələrini isə yemək üçün ayırdım. Amma nə yalan deyim, heç sevmədim. Burada da telefonum öz-özünə sönüb. Öz-özünə sönməyib, əslində yazığın heç bir günahı yoxdur. Günah məndədir. Çünki mən telefonumu zaretkaya qoymamışam və birdən-birə də gəldim ki, lobyaları doğrayım və bunları qaynadım, yemək hazırlayım. Həm də sizin üçün vlog çəkim. Buna görə də telefonumda da zaretka az olub və yarıdan sonra sönüb. Başlamışam ki, vlog çəkirəm güya. Amma telefonum sönüb, heç bilmirəm harda dayanıb. Amma ümumi bildiniz ki, lobyanı doğradım və suda qaynadıram. Birazca da duz əlavə elədim. Burada da soğanı yağda qovururam. Pomidor biber də əlavə edəcəm. Bundan sonra da lobyaları əlavə edib biraz bişirib üzərinə də yumurta vuracam. Yudum, birazca da lobyadan saxladım. Çünki lobya da əlavə edəcək bir dəfə turşuya. Bu formada bunların suyu süzülsün. Mən yeməyimi hazırlayım.
Burada yemeğim də artıq hazırdır. Çox dadlı alınmışdı. Nədənsə, yəni özüm bişirmişəm deyə demirəm, amma həqiqətən də dadlı alınmışdı. Hamımız yedik və bəyəndik və axşama mən yoldaşımla düşdüm aşağı. Çox acmışdım, dəhşət acmışdım. Buna görə də lavaş aldım ki, heç olmazsa axşam nəsə yeyirəmsə, lavaşla yeyim. Kızlar, sabahınız xeyir. Bugün Alina ilə baş-başa qalmışıq. Mən də yemək hazırlayıram, səhər yeməyi. Alina da burada mənim arxamca fırlanır. Bugün sadəcə hazırlayıram 2 dənə yumurtanı belə. Bu formada mən çox xoşlayıram. Biraz altı qızardıqdan sonra çevirəcəm və digər tərəfini də bişirəcəm. Qızlar, gəlmişəm Alina üçün yemək hazırlayım. Alina da gəlib mənim arxamca və burada nə iş görür? İndi atacaq başına. Olmaz. Olmaz, eləmə. Eləmə, qalsın bu. Hə, eləmə, qalsın. Bütün zibil qabı ilə, ancaq bura gələndə istəyir ki, zibil qabı ilə oynasam. Hər dəfə aparıram, əllərini yuyuram. Deyirəm toxunma, amma başa düşmür. Bu kənarından paket çıxır, bu da gəlir bununla oynamağa. Olmaz, olmaz. Olmaz. Qın qın qın. Başa düşdü. Qızlar, deməli həm yeməyimi hazırlayım, həm də sizə bir şey haqqında danışmaq istəyirəm. Deməli, keçən dəfə mənə belə bir iyrənc formada, belə deyim, yəni bunu heç düzəltməyəcəm, mədəni formada deməyə çalışmayacağam. Həqiqətən iyrənc formada bəzi rəylər gəlmişdi eyni insan tərəfindən. Mənə düzdür, çox belə rəylər gəlmir, amma çox mənfi bir rəy yazmışdı eyni adam. Bundan əvvəl də həmin xanım demək olarsa həmin insana mən bilmirəm. Yəni o insana xanım demək haqsızlıqdır digər xanımlara. Nəysə, bir yorum yazmışdı. Ümumiyyətlə mən bir şey demək istəyirəm ki, evlə bağlı, ya mənimlə bağlı hər hansı bir yorum yazırsınızsa, bunu etik çərçivədə yazsınız. Məsələn, ola bilər ki, mən nəyisə düz eləmirəm. Mənim 27 yaşım var və mən nəyisə səhv edə bilərəm. Evimdə hər hansı bir yer dağınıq ola bilər. Bu çox normal bir haldır. Çünki mənim hal-hazırda 10 aylıq bir uşağım var. Yəni uşaqlı analar məni başa düşər. Yəni evdə hər hansı bir dağınıqdırsa, ya nədirsə, bunu normal bir dillə də yazmaq olar ki, filan yeri bəyənmədim. Məsəl üçün, mən buna çox hörmətlə yanaşaram. Amma xanım elə iyrənc formada, özü də yaşı biraz çox olan xanım idi. Mən onun yorumunu sildim ki, mənim digər izləyicilərim görüb onu, yəni narahat olmasınlar. Sağ olsun bir izləyicim, məni daimi izləyən izləyicim ona qəşəng cavabını da vermişdi, düzdür. Amma siz narahat olmayın bu şeylərə görə. Mən onları silirəm, heç mənim vecimə də olmur. Yəni bir saat mən onu bəlkə fikirləşə bilərəm, ondan sonra mənim üçün maraqlı olmur. Mənə ən çox toxunan hissə nə oldu? O xanımı onsuz bilirdim ki, vaxt-vaxt gəlir mənə, bildiyim qədərilə gəlini ilə arası yaxşı deyil. Gəlir, bütün acığını mənim yorumuma, mənim vloglarıma tökür, çıxır gedir. Vaxt-vaxt gəlib gedir, mən də yorumlarını silirəm, cavab vermirəm. Düzdür, bu dəfə cavabını verdim, ondan sonra da yorumumu sildim ki, içim rahatlasın. Bu rəyin altına mənim daimi izləyiciyim, mənə tez-tez suallar verən, uşaqla bağlı olsun, başqa şeylərlə bağlı olsun, psixoloji mövzularda mənə tez-tez sual verən bir xanım götürüb bu fikri dəstəkləmişdi, həmin xanımın fikrini. Burada mənə təsir edən, ən çox bilirsiniz nə oldu? Ən çox mənə təsir edən həmin xanımın özü mənə ayrıca yaza bilərdi ki, filan şeyi göstərməyinizi xoşlamıram filan. Mən onun rəyinə də hörmətlə yanaşardım, fikrinə də hörmətlə yanaşardım ki, yəni bu insan sevməyə bilər, mən sevirəm, bu insan sevmir. Yəni çox normalda qarşılayardım. Düyümü də yudum gəldim, həm də işimi görüm. Mən məsələn kimisə izləyirəm və xoşuma gəlməyən bir şey paylaşdığı zaman həmin hissəni nəsə yazmaq məcburiyyətində hiss eləmirəm özümü və digər paylaşdığı şeylər əgər normal səviyyəli bir şeylərdirsə, mən onun paylaşdığı hər hansı bir xırda bir şeyə o qədər də fikir vermirəm. Məsələ nə idi? Məsələni də sizə deyim. Yazıb ki, indiki gəlinlərdə abır həya qalmayıbmı? Nəsə belə bir şey. Pastelini heç kimə göstərməzlər.
Mən girdim ondan sonra, belə maraqlı gəldi. Bütün vlog çəkən xanımlara baxdım. Hamı pastelini, yataq otağını, qonaq otağını, tualet, hamam, hər şeyini paylaşır. Yəni yataq otağında pasteli dəyişirəm, ya yerimi yığıram. Bunun nə mənfi bir şey var? Ya da mən sizə buradan nə ötürmüş oluram? Ən çox izlənən xanımlara da baxdım. Hamısı da paylaşır. Burada sənə toxunan nə oldu? Yəni bu mənə maraqlıdır. Yəni bundan sonra da mən paylaşmağa Gəldi çıxdı qucağıma. Deməli qızlar, qazın üstündən fikir verməyin bu arada. Hələ ki silməmişəm, çünki yemək hazırlayacağam. Ondan sonra silməyi fikirləşirəm. Birdən bunu da mənfi rəng yazmayım mənə ki, qazın üstü nə gündədir. Çünki Alina ilə çalışıram ki, əsas işləri indi görüm. Ondan sonra da əlavə işləri görərəm. Gəldim otağa, indi çayımı içəcəm. Həm də fikrimi də tamamlamaq istəyirəm ki, yanlış anlaşılmayım. Çox sağ olun ki, məni sevərək izləyirsiniz. Çox gözəl yorumlar yazırsınız, amma həmin xanımlara da demək istəyirəm ki, izləməyin məni. Əgər sizə mənim hər hansı bir hərəkətim, danışığım itici gəlirsə, sizdə neqativ hisslər yaradıramsa mən, izləməyin. Yəni sizin kimi izləyicim olmasındansa, elə məni sevən izləyicilərim 5 nəfər də olsa mənim üçün kifayətdir. Mən heç kimi məcbur eləmirəm ki, məni izlə. Ya da izləyirsiniz, mənfi yorum, rəy yazmaq istəyirsiniz, yazın. Mənim üçün bu da problem deyil. Amma etik çərçivədə. Qızlar, deməli gəldim mətbəxə. İndi yemək hazırlayacağam. Düzdür, nə hazırlayacağımı daha dəqiq bilmirəm. Amma dedim başlayım, kartof soyum və birazca da ət çıxarmışdıq. Ondan da yəqin ki kotlet edəcəm. Düzdür, hələ də fikirləşirəm, amma kartof qızartmasını mütləq edəcəm. Qızlar, bayaq danışdığım hissəyə baxdım. Özümü o qədər danladım ki, niyə vloqunun içinə belə şeyləri daxil eləyirsən? İndi yazıb da. Amma ki, həqiqətən həmin günü o qədər əsəbləşdim ki, yəni bir anlıq da olsa çox əsəbləşdim ki, niyə dünyada belə bir insanlar var? Yəni ki, kiminsə modunu düşürməyə çalışan, kiminsə enerjisini çəkməyə çalışan, niyə belə bir insanlar var? Adicə mənə bir neçə dəfə səs tonunuz çox sakitdir, adam yatır, elə bir enerjiniz yoxdur filan yazılmışdı deyə mən dedim ki, yox belə olmaz, bunu düzəltmək lazımdır və başladım özlərimdə işləməyə. Düzdür, mən çox pozitivəm, amma telefonda danışarkən səsim belə çıxır. Buna görə də bunu düzəltmək üçün əlimdən gələni edirəm. Çünki mən istəmirəm ki, mənə baxan izləyici məndən neqativ enerji alsın və baxmağına peşman olsun. Biz YouTube-a filan niyə giririk? Çox vaxtı baxırıq ki, bizim fikrimiz günlük işlərdən yayınsın, biraz beynimiz istirahət eləsin. Buna görə də mənim nə də kiminsə haqqı yoxdur ki, kiminsə dəyərli vaxtını belə neqativ şeylərlə alsın. Düzdür, bir dərdimiz olar, lazım olar, bir-birimizə dəstək olarıq. Amma bunu hər zaman etməyin məncə elə bir mənası yoxdur. Və buna görə də o hissəyə görə üzrlü sayın, bir neçə dəqiqənizi belə neqativə kökləmiş ola bilərəm. Amma həqiqətən həmin günü çox pis əsəbləşmişdim. Bilirsiniz, insanlar belə şeylər yazırlar, amma fikirləşmirlər ki, kiminsə də başqa bir problemi ola bilər və o problemlər üst-üstə gələ bilər və xoşagəlməz bir nəticəsi ola bilər. Yəni buna görə də heç nə demirəm. İnşallah ki, bundan sonra mənim kanalım həmin insanların, həmin neqativ insanların qarşısına çıxmaz. Yəni bu qədər, başqa heç nə demək istəmirəm. Siz də buna görə əgər nəsə fikriniz varsa, neqativ də ola bilər, mənə özünüz ayrılıqda yazın. Amma ki, kimsə rəy yazırsa, ona dəstək olmaq mənasında yazmayın. Düzdür, ola bilər, amma kimsə iyrənc formada nəyisə yazırsa, siz də onun altına dəstəkləyici fikir yazsaz, bu zaman həmin insanın iyrənc fikrini dəstəkləmiş olursunuz. Yəni bunu da nəzərə alın. Əslində mən həmin gözəl izləyicimi, yəni qırmaq deyil, bunları deməkdə məqsədim. Sadəcə istəyirəm ki, bir-birimizə daha diqqətli olaq. Həm mən sizə, həm də siz mənə qarşı daha diqqətli olun və daha maraqlı formada bu günləri keçirək, bir-birimizə dəstək olaq.
Siz də psixoloji mövzularda hər hansı bir dəstək istədiyiniz zaman mən də əlimdən gəldiyi qədər sizə də kömək eləməyə çalışacağam. Əgər məni istəsəz Instagramdan da yaza bilərsiniz. Mənim üçün heç bir fərqi yoxdur. Düzdür, fərdi seanslar hələ ki Alinaya görə keçirməsəm də sizin mesajlarınıza sevə-sevə də cavab verərəm. Düzdür, Instagramımı çox vaxtı paylaşıram, amma yəqin ki Instagramda çox olmursunuz. Buna görə də orada takipçi sayım azalmır və mənim də çox marağım yoxdur düzü Instagrama. Bəzən qısa videolar çəkdiyim zaman atıram, amma takipçi sayı artmadığına görə, yəni izləyici sayı artmadığına görə çox da bir şey paylaşmıram. Yəni əgər oradan da məni izləsəz ya da sualınız olduğu zaman oradan da yazsaz, sizin suallarınızı cavablandıraram. Kızlar, artıq yeməklərim də hazırdır. Bu formada oldu. Mənə nuş olsun, mən yeməyimi yeyim, ondan sonra digər işlərimə baxacağam. Əslində mən yeməyimi çoxdan yemişəm, amma buradan yoldaşım da işdən gəlmişdi və qaynanam gildə yemək yemişdi. Bugün nəsə qaynanamın təzyiqi olduğuna görə dedim ki, siz yedin, istirahət edin. Əslində istirahət edeyim, yəni Alinanı da göndərirəm onlarla. Alina yerdə özü üçün oynayır, onlar da nəzarət edirlər. Və buna görə də gəldim qabları, dedim ki, bu çıxan qabları mən özüm həll eləyərəm. Çünki mən ən son yeməyimi yeyirəm saat 5-də, bəzən 6-da, çox gec olduğu vaxt. Bundan sonra da, yəni yoldaşım işdən gəldiyi zaman ona yemək verirəm ya da mən Alinaya baxıram, yoldaşım qaynanamgillə yeyir. Yəni bu formada belə günlərimizi keçiririk. Düzdür, çox vaxtım mən gözləyirdim ki, yoldaşım gəlsin, onunla birlikdə yeməyimi yeyim. Amma bu aralıqlı oruca başladıqdan sonra çalışıram ki, saat 6-dan sonra yemək yeməyim. Hal-hazırda bu vlogu səsləndirirəm və çox açmışam. Belə təmizliyimi də edirəm. Təmizliyi elədiyim zaman elə fikirləşdim ki, nəsə buranın içi xoşuma gəlmədi və domestoslamağın artıq vaxtı çatıb. Mən çox zaman daha tez, pratik olduğuna görə domestosla bu işləri həll eləməyə çalışıram. Və düzdür, mən əslində əlimlə toxunmağı xoşlamıram domestosa. Amma buradan sonra da hamama girəcəyimə görə dedim heç nə olmaz. Ən yaxşısı əlimlə edim, bir də əlcək taxmayım. Amma düzdür, sonradan da peşman oldum ki, niyə əlimi vurdum. Düzdür, mən çox videoda görmüşəm ki, xanımlar öz əli ilə eləyirlər. Amma mənim əlim biraz qəribə olur bu domestosla işlədiyim zaman. Buna görə də çalışıram ki, çox zaman əlcəkdən istifadə edeyim. Və bu formada türklər demiş, foşur-foşur təmizlədikdən sonra bunun artıq içini təmiz yuyuram ki, domestos qalmasın. Mən çox qorxuram belə şeylərdən ki, birdən kimyəvi məhsuldur, orada qalar. Harasa gözümdən yayınar. Buna görə də buranı yaxşı-yaxşı yumağa çalışıram. Bir də mən çox zaman bu qazın dəmirlərini, yəni adicə silirəm, ciflə silirəm, yəni adi qab şampunu ilə silirəm. Amma dərin bir təmizlik etməmişəm. Buna görə də elə fikirləşirdim ki, bugün sizdən soruşum ki, siz nə ilə təmizləyirsiniz qazın dəmirlərini? Çünki mən bugün fikir verdim ki, nəsə yaxşı deyil vəziyyət. Düzdür, evdə kimyəvi məhsullar çoxdur, amma istəyirəm ki, elə bir məhsul olsun ki, məni incitməsin və tərtəmiz eləsin. Əgər siz belə bir məhsul bilirsinizsə, zəhmət olmasa mənə də yazın. Bundan sonra keçirəm bura qaynanamgilin otağıdır. Bu da mənim qaynatamın yazı stoludur, işlərini gördüyü stoldur. Bunun üstünü neçə vaxtdır ki, mən təmizləmirdim. Əvvəlcə buranı şampundan təmizlədim, qab şampunu ilə təmizlədim və tərtəmiz oldu. Elə fikirləşdim ki, yaxşı ki, belə elədim. Çünki başqa cür heç mənim üçün rahat olmazdı. Tərtəmiz olduqdan sonra isə gətirirəm, hər şeyi əvvəlki qaydada qoyuram. Çünki necə qoyulubsa o formada da məncə çox müdaxilə eləməyin düzgün olmaz. Kimin necə düzəni varsa o düzən elə də qalmalıdır. Sadəcə xoş toxunuşlar etmək olar. Amma bir insanın
düzəninə birbaşa müdaxilə eləmək, onu başdan aşağı dəyişmək məncə düzgün bir şey deyil. Buna görə də buranı təmizləyirəm və əvvəlki qaydasına gətirirəm. Əslində təmizlədikcə fikirləşdim ki, kənara qovluqlar olur, dəmir, yəni içinə sənəd yığmaq üçün. Bura elə bir şey, bir də qələmləri qoymaq üçün bir qələm qabı almaq lazımdır. Bunları da çıxdığım zaman mağazadan alacağım. Qızlar, deməli bunu yoldaşımın müdürü hardansa gətirib, hansısa xarici ölkədən. Kompüter altına sərmək üçün bir şeydir. Belə kiçik simvolik hədiyyələr gətirib. Mən də bunu istəyirəm buradakı masanın altına sərək, yəni yoldaşım işlətmir onsuz. Belə gözəl materialı var. Sərək baxaq görək necə görünür. Bu vlog belə bir şəkildə alındı. Məni izlədiyinizə görə təşəkkür edirəm. Növbəti vloglarda görüşərik. Hələlik özünüzə yaxşı baxın.